Bugün Azərbaycan Respublikasının şəhid Vətən müharibəsi qəhrəmanı Ramil Cəfərovun mövqududur, yəni anadan olduğu gündür. 2020-ci il 27 sentyabr Vətən müharibəsi başladığı zaman Ramil Cəfərovla döyüşlərə qatılmışdı. Ramil Cəfərov 1974-cü ildə 10 dekabrda dünyaya gəlmişdi. O hələ uşaq ikən qəhrəmanlığı seçildi. Məhz hərbi olan sevgisi onu hərb sahəsində təhsil almağa gətirib çıxartdı. 2020-ci ildə Vətən müharibəsi başladığı zaman Ramiz də bir zabit kimi döyüşlərə qatılmışdı. Bir çox uğurlu əməliyyatlarda iştirak edən qəhrəmanımız düşmənin kabusuna çevrilmişdi. Və bir çox rayonların və düşmənin strateji obyektləri tutulmasında Ramiz bir çox qəhrəmanlar göstərmişdi. Məhz 6 noyabr 2020-ci ildə Şuşa şəhəri uğruna gedən döyüşlərdə Ramiz qəhrəmancasına şəhid olmuşdu. Ramiz Cəfərovun qəhrəmanlığını Ali Baş Komandanımız İlham Əliyev cənabları nəzərə alaraq onu Azərbaycan Respublikasının Vətən müharibəsi qəhrəmanı adı ilə təbrik etmişdir. Biz də Milli Qəhrəmanlar Təşkilatı Vətən Qəhrəmanları Cəmiyyəti olaraq qəhrəmanlığın ailəsinin başsağlığı veririk. İnşallah haqq dünyasında qəhrəmanlıqla görüşməyə Allah bizə nəsib edər. Allah rəhmət etsin.